Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefi halqihi Muhammed ve ala ehli beytihi tayyibin at-tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Minel evvelin vel ahirin ila qiyami yevmiddin ve ba'd. Bugünkü söhbətimdə dinin üsulu barəsində biraz danışacağam. Dinin üsulu nədir? Nə kimi tərifi var? Qeydləri nədir? Və s. Bugün üsulu din haqqında biraz sizlərə məlumat verəcəyim. Əlbəttə, dinin üsulu dedikdə hər şeydən öncə gərək tərif bizlər üçün aydın olsun. Yəni, alimlərimiz dinin üsulu dedikdə, üsulu din dedikdə ona necə tərif veriblər? Çünki dinin üsulunun qismlərinə nəzər yetirəndə ki, dinin üsulu 5-dir ya 3-dür, bu tərif önəmli əlimizdə olan faktordur. Gərək ilk öncə bizim üçün tərif aydın olsun ki, alimlərimiz dinin üsuluna necə tərif veriblər, dinin üsulu din deyəndə necə tərif olunub, ondan sonra görək dinin üsulunun qismləri neçə ədəddir. Mən dinin üsuluna aid burada iki nümunə qeyd edəcəyəm. Biri əxbari alimlərdən olacaq, digəri isə üsul alimlərindən. İki tərif burada mən qeyd edəcəyəm. Birinci tərif əxbari alimlərindən olan, əxbarilik cərəyanının banisi olan Muhammed Əmin Əsrabadinin Əl-Fəvaidul Mədəniyyə kitabında qeyd elədiyi tərifdir. Muhammed Əmin Əsrabadi Əl-Fəvaidul Mədəniyyə kitabında Mə'na daruriyyid-din bölümündə dinin zərurətini bu cür açıqlayır. Buyurur ki, Mə'na daruriyyid-din, dinin zərurəti, yəni usulü-din, dinin usulu. Bunun mənası nədir? Buyurur ki, Mə yakunu dəliluhu vadihan ində uləmə-il-İslam. Dinin zərurəti budur ki, onun dəlili uləmə-il-İslam, bütün İslam alimləri, yəni məzhəbindən asılı olmayaraq, bütün İslam alimlərinin yanında vadihan, aydın olsun, aşkar olsun. Bihaythu la yasluhu li-ixtilafihim fihi ba'da tasavvurihi. Və bu dəlil bu şəkildə aydın olsun ki, həmin alimlər, həmin şəxslər bu dəlilləri nəzər yetirəndə daha ortada ixtilafın olması qeyri-mümkün olsun. Yəni, dəlillər var, aydındır, lakin fərqlidir, növbə-növdür. Bir dəlil var, mənə görə aydındır, digərinə görə aydın deyil. Lakin, Muhammed Əmin Əsrabadi buyurur ki, bu dəlil, yəni usulü-dinin dəlili elə bir şəkildə olmalıdır ki, artıq ona nəzər yetirən şəxs bu barədə ixtilaf etməməlidir, bu barədə fərqli fikrə düşməməlidir. Gərək bütün İslam alimləri həmin dəlillərə baxanda ortaq və eyni fikirdə olsunlar. Deməli, usulü-dinin tərifi nədir? Əsrabadiyə görə usulü-dinin tərifi budur ki, gərək usulü-dinin məsələləri elə bir şəkildə olsun ki, dəlilləri bütün İslam alimlərinin yanında aydın olsun və arada ixtilafın olması mümkün olmasın. Bihaythu la yasluhu, görürsünüz, li-ixtilafihim fihi ba'da tasavvurihi. Həmin məsələlərin dəlilə baxanda artıq ortada ixtilafın yaranması, fərqli fikirlərin yaranması mümkün olmasın. Bu, Əsrabadiyə görə usulü-dinin tərifi. Sonra gəlir, وَمَعْنَا ضَرُورِيِّ الْمَذْهَبِ. Usulü məzhəbin, məzhəbin usulunun tərifinə buyurur ki, مَا يَكُونُ دَلِيلُهُ وَاضِحًا عَنْدَ عُلَمَاءِ الْمَذْهَبِ. Artıq usulü məzhəbə gələndə, burada artıq dəlillər əvvəlkində olduğu kimi aydın deyil. Çünki əvvəlkində dəlillər o şəkildə aydındır ki, bütün İslam alimləri məzhəbindən asılı olmayaraq, hər kəs həmin məsələyə və onun dəlillərinə nəzər yetirəndə hamı ortaq fikirdə olur, müştərək qənaətdə olur. Lakin ikinci qism məzhəbin üsulunun məsələləri elə məsələlərdir ki, onun dəlillərinə baxanda artıq ortada fərqli fikirlər yaranır. Burada artıq dəlillərin aydınlığı bütün İslam alimləri üçün deyil, yalnız və yalnız məzhəbin alimləri üçündür. Yəni, bu dəlillər yalnız məzhəbin alimləri üçün aydındır, amma digərləri üçün aydın deyil. Bu, Muhammed Əmin Əsrabadinin əxbari aliminin
dinin üsuluna və məzhəbin üsuluna verdiyi tərifdir. Bu əxbarlardan olan bir nümunə idi. Mən isə üsullərdən olan bir nümunə də qeyd edeyim. Müasir alimlərimizdən, fəqihlərimizdən, mütəkəllimlərdən olan Ayətullah Əl-Uzma Şeyx Cəfər Subhani. Şeyx Cəfər Subhaninin Məfahimul Quran adlı nəfis 10 cildlik kitabı var. Həmin kitabın 5-ci cildində, müqəddimədə, 7-ci səhifədə buyurur ki: İnnəl aqidətəl İslamiyyə, İslam əqidəsi, diqqət edin, əqidədən söhbət gedir. İnnəl aqidətəl İslamiyyə tənqasimu ilə qismeyn, İslam əqidəsi iki qismə ayrılır. Əl-əvvəl, birinci qisim, mə yu'rafu bi usulid-din, birinci qismə deyirik usulud-din. Əl-thani, ikinci qisim, mə yu'rafu bi usulil-məzhəb, ikinci qismə deyirik məzhəbin üsulu, yəni İslam əqidəsi dinin üsulu və məzhəbin üsulu olmaqla iki qismə ayrılır. İndi Şeyx Subhani, Ayətullah Subhani hər iki qismin də tərifini verir. Buyurur ki: "Və yuradu minəl-əvvəl", birincidən, yəni dinin üsulundan məqsəd nədir? Əl-usul əlləti ittəfəqa aleyhə ammətul muslimin. Dinin üsulunun tərifi budur ki, bütün müsəlmanlar həmin məsələdə gərək ittifaq etmiş olsun. Və ləm yuxalif fiyhə əhədun, və həmin məsələdə və ya məsələlərdə gərək heç kim ixtilaf eləməsin. Deməli, dinin üsulu nədir? Dinin üsulu budur ki, gərək bütün müsəlmanlar həmin məsələdə ixtilaf eləməsin və ittifaq eləsin. Və həmin məsələdə müsəlmanlar arasında ixtilaf olmasın, ittifaq olsun, ortaq rəy olsun. Buna deyirik biz dinin üsulu və İslam və müsəlmançılığın da əsas şərti, meyarı bu dinin üsuludur. Ona görə buyurur: "Və fil haqiqati tunatu tasmiyatul insani musliman bihadihi'l usulü thalathə." Müsəlman adlanmağın əsas şərti, müsəlman olmağın əsas şərti, bunlar da üsulü-dindir. Sonra gəlir üsulü-dinin qismlərini açıqlama. Buyurur ki: "Və hiyə kəttəli." Üsulü-din neçə qismdir? Buyurur: 3 qismdir. Birinci, ət-təvhid bi məratibihi. Birinci təvhiddir və mərtəbələri ilə, yəni növləri ilə. İkinci, əl-məad, məad, yəni axirətin varlığına inam. Üçüncü, ən-nübuvvətil amməti vəl-xassa. Ümumi və xüsusi nübuvvət, yəni bütün peyğəmbərlərin nübuvvəti, buna nübuvvəti ammə deyirlər. Və bizim öz peyğəmbərimizin, İslam peyğəmbərinin nübuvvəti ki, buna da nübuvvəti xassa deyirlər. Deməli, Şeyx Subhaniyə görə üsulü-din neçə ədəddir? 3 ədəddir. Bunlar təvhiddir, nübuvvətdir və məaddir. Ondan sonra gəlir üsulü məzhəbə. Buyurur ki, üsulü məzhəb o məsələlərə deyilir ki, əvvəlcə tərifini verdi. O müəyyən kəslərin yanında dəlilləri aydındır. Və ona görə buyurur ki, "Və huve ma yu'abbar anhu bi usulil məzhəb əlləti hiyə aqidetu ba'dil məzəhibil İslamiyyə." Görürsünüz, üsulü məzhəb nədir? Üsulü məzhəb budur ki, bəzi məzhəblərin əqidəsidir. Artıq burada bütün müsəlmanların ittifaqından söhbət gedə bilməz. Bütün müsəlmanlar onda ittifaq eləsəydi, bu olardı üsulü-din. Bəzi müsəlmanların əqidəsi olduğu üçün buna deyir üsulü məzhəb. Dəlil nədir? Dəlili onun indi inşallah gələcək. Lakin qismlərinə gələndə buyurur ki, "Vahiyyə ithnani əl-adlu əl-imamətu." Deməli, üsul məzhəbin neçə növü var? 2, Şeyx Subhaniyə görə. Ədalət, Allahın ədalət sifəti və ikinci də imamət. Deməli, Şeyx Subhaniyə görə üsul-din 3 qismdir. Təvhid, nübuvvət və məad. İmamətlə ədalət isə üsul-dindən deyil, üsul-i məzhəbdəndir. Bu iki tərif hesab edirəm kifayət eləyir. Həm əxbari alimindən nümunə verdim, həm üsul alimindən nümunə verdim. Xülasə nədir? Xülasə budur ki, usul-dinin tərifi nədir? Biz usul-dindən danışarkən gərək ilk öncə tərifini bilək ki, biz nədən danışırıq, mövzumuz nədən ibarətdir? Bu iki alimin tərifindən belə başa düşürük ki, usul-dinin şərti nədir? Usul-dinin şərti budur ki, usul-din o məsələyə deyilir ki,
onun dəlilləri bütün alimlərin yanında aydın və aşkardır. Elə bir şəkildə ki, artıq ortada ixtilafın olması qeyri-mümkündür. Və bütün müsəlmanlar, müsəlman alimləri hamısı həmin məsələdə ittifaq ediblər və arada heç bir ixtilaf yoxdur. Bu, Üsul-i-Dinin tərifidir. Gördüyünüz kimi, Üsul-i-Dinin tərifi budur. Bizim alimlərimizin, bizim fəqihlərimizin Üsul-i-Dinə verdiyi tərif budur. Gördüyünüz kimi, burada qiyamətdə nicat tapmaq kimi qeyd yoxdur. Üsul-i-Dinə, yəni nicat tapmaq kimi qeyd verən fəqih və alim yoxdur. Usul-i-Dinin tərifi budur. Usul-i məzhəbin tərifi də qeyd olunduğu kimi dəlili yalnız müəyyən bir qismə aydın olan məsələlərə usul-i məzhəb deyilir. İmamət ona görə usul-i məzhəbdəndir ki, onun dəlilləri yalnız müəyyən bir kəsim üçün aydın olubdur, müəyyən bir kəsim üçün aşkar olubdur və həmçinin ədalətdə. Yəni, ədalət məsələsi yalnız bir qism insan üçün, dəlilləri aydın olduğu üçün buna deyirik usul-i məzhəb. Gördüyünüz kimi, burada da nizat tapmaq, qurtulmaq, bu kimi şeylər, bu təriflərə aidiyyəti olmayan bir məsələdir. Və heç bir alim də gördüyünüz kimi nizat tapmaq, qiyamətdə qurtuluşa çatmaq, belə şeyləri tərifə daxil etmirlər. Deməli, biz bir məsələyə usul-i-din dedikdə və bir məsələyə usul-i məzhəb dedikdə, biz tərifə əsasən bunu deyirik. Əlavə qeydlər, əlavə şərtlər bu tərifdən kənardır. Ona görə bunları bir-birinə qatmaq lazım deyil. Əgər biz bir məsələyə usul-i-din deyiriksə, ona görə deyirik ki, bu tərifdə qeyd olunub həmin şərtlər. Və bir məsələyə usul-i məzhəb deyirik, ona görə ki, bu tərifə əsasən, tərifdə qeyd olunan şərtlərə əsasən. Və gördüyünüz kimi, bu şərtlər hamısı bizlərə göstərir ki, gərək bir məsələ o qədər aydın olsun ki, biz ona usul-i-din deyək. Gərək bir məsələ bütün müsəlmanlar arasında ittifaq olunmuş bir məsələ olsun ki, biz ona usul-i-din deyək. Amma əgər bir məsələdə ixtilaf varsa, artıq biz ona usul-i-din deyə bilmərik. Bu, ancaq məzhəbin usulu ola bilər. Bu, usul-i-dinin tərifi, dinin usulunun tərifi aydın oldu. Mən yenə bəzi nümunələr vermək istəyirəm böyük fəqihlərimizdən. Baxın, Seyyid Xoyi Kitab-ı Taharada, Təharət kitabında Əl-Murad bil-Kafir, səhifə 58-59, kafirdən məqsəd nədir? Kafirin tərifi nədir? Burada deyir ki, Qad u'tubira fiş-şəri'atil muqaddəsə umurun alə vəchil mevduiyyə fi tahaqququl İslam. Buyurur ki, bəzi məsələlər var ki, onlar obyektiv olaraq, yəni müstəqil olaraq İslamın, yəni müsəlmançılığın olması üçün şərtdilər. Yəni bir neçə məsələ var ki, onlar müstəqil olaraq müsəlmançılığa, İslama daxil olmaq üçün şərtdilər. Yəni onlara iman gətirdin, artıq müsəlmansan. Və onlara iman gətirməsən, artıq müsəlmançılıqdan xaric olursan. Biməna ənnə inkaraha, bunların obyektivliyi ki biz dedik, yəni müstəqilliyi, mənası budur. Biməna ənnə inkaraha, həmin məsələlərin inkarı, əvl cəhlə biha və ya cəhəl, həmin məsələlərdən xəbərsiz olmaq, cahil olmaq, yaqtali əl-hukmə bi kufri cahiliha əv munkiraha. Əgər bir insan həmin məsələləri ya inkar etsə və hətta həmin məsələlərdən xəbərsiz olsa, o zaman bu şəxslər kafir hökmündədirlər. Və illəm yəstəhəqqə bizəlikə ləqabə listinədi cəhlihi ilə qusurihi və qavnihi minəl mustadafin. Bəli, istisnalar var ki, əgər bir insan müstəzəf olsa, yəni dəlilləri ayırt etmə qabiliyyətinin sahibi olmasa, yəni əqli gücü zəif olsa, dəlilləri bir-birindən ayırt etmə qabiliyyətinin sahibi olmasa, bəli, onlar üçün istisna var, onlar məsələn cəhənnəm əzabı görməyəcəklər. Lakin kafir hökmü öz yerində qalacaq. Yəni, əgər bir insan, gördüyünüz kimi, Seyyid Xoyi nə edir? Nicat tapmaq, əzab görmək, bunu aid eləmir. Tərifə gəlir. Tərif nədir? Tərif budur ki, bunları qəbul edir ya eləmir. Qəbul eləyirsə, müsəlmandır. Qəbul eləmirsə, kafirdir. İndi nicat tapacaq, nicat tapmayacaq, onun məsələyə aidiyyəti yoxdur. Sonra gəlir Seyyid Xoyi nə edir?
Bunların qismlərini açıqlayır. Yəni Üsuluddinin qismləri nədir? Buyurur ki: "Və minha fəminha" bunlardan biri Allahın varlığına iman gətirməkdir. Birincisi. İkincisi, "Və minha" peyğəmbərin nübüvvətidir. Üçüncü, "Və minha el-i'tirafu bil ma'ad." Üçüncü, Üsuluddinin üçüncü qismi nədir? Məada iman gətirmək, etiqad bəsləmək. Diqqət eləyin ardına. "Və in əhmələhu fuqahauna" baxmayaraq ki, bizdən öncəki fəqihlər bunu ehmal ediblər. Yəni, Üsuluddinə daxil etməyiblər. Seyyid Xoy demək istəyir ki, bizdən əvvəl fəqihlər məsələn Üsuluddini iki bilirdilər. Təvhid və nübüvvət. Lakin mən gəldim, nə etdim? Məadı da əlavə elədim. Deməli, Seyyid Xoyyacan Seyyid Xoyun öz iddiasıdır. Özü bilər. Düz deyir, səhv deyir, özü bilər. Fəqət mən Seyyid Xoyun iddiasını deyirəm. Seyyid Xoy deyir ki, məndən qabaq fəqihlərimiz məadı ehmal eləmişdilər. Məadı Üsuluddinə daxil eləməmişdilər. İllə ənə lə nərə li ihməli i'tibarihi vəcəhən. Lakin biz bunu ehmal etməyi düzgün bilmirik. Gələn məadı da Üsuluddinə əlavə eləyək. Deməli, Seyyid Xoya görə məad Üsuluddin neçə qismdir? 3. 1. Təvhid, 2. Nübüvvət, 3. Məad. Bundan əlavə Üsuluddinə daxil deyil. Bundan əlavə heç bir məsələ Seyyid Xoyaya görə Üsuluddinə daxil deyil. Gördüyünüz kimi Seyyid Xoyunun da nəzərində Üsuluddin budur. Sonra gəlim Şeyx Ənsariyə. Şeyx Ənsari nə deyir? Şeyx Ənsari Kitab-ı Taharada 2-ci cilddə, səhifə 353-də bəzi hədisləri gətirir ki, bu hədislərdən bəziləri, əxbarilər xüsusən, istifadə edərək deyiblər ki, imamət Üsuluddindəndir. Şeyx Ənsari buna cavab verir. Buyurur ki, və yəridu aleyhimə imkanu mən'i ennəl vilayətə min daruriyyətid dini mutlaqa. Şeyx Ənsari deyir ki, bu hədislərə istinad edərək vilayəti dinin zəruriyyətindən görmək bu düzgün deyil. Nəyə görə? Baxın, Şeyx Ənsari görün necə dəlil gətirir, diqqət eləyin. İz la yustafadu zalika min tilkal akhbar dalla ala annahu buniyal İslam ala xams. Çünki həmin hədislər ki var, məsələn onlardan biri də İslam 5 şey üzərində qurulub, onlardan biri vilayətdir. Buyurur ki, bu kimi, bu qəbildə olan hədislərdən və la yəlzəm min əhəmiyyətihə fi nazar şari sayruratuha daruriyyətən. Bu kimi hədislərdən və bunların əhəmiyyətli olmasından, yəni hədislər gəlir, vilayətin əhəmiyyətindən danışır. Bunu ki, bu kimi hədislərdən və bunların içərisində olan hədislər ki, vilayətin əhəmiyyətindən danışır, bunlara baxıb vilayəti dinin zəruriyyətindən qərar vermək, Üsuluddindən etmək, deyir ki, bu düzgün deyil. İzlə yüstəfəd, görürsünüz, istifadə olunmaz. Min tilkəl əxbar əddəllə alə ənəhu buniyəl İslamı alə xəms. Və lə yəlzə min əhəmiyyəti, həmçinin bu hədislərin əhəmiyyətli olması, yəni bu hədislərdəki vilayətin əhəmiyyətindən danışıb, nə hədislərin vilayəti dinin əsası görməsi, yəni bu mənada ki, din bu şeylər üzərində qurulub. Və nə də hədislərdə bunların əhəmiyyətindən söhbət aparılması, lə yəlzəm min əhəmiyyətihə fi nazarı şari. Şarinin, yəni Allahın nəzərində sayruratuha zaruriyyətən. Bunları, yəni vilayəti zəruri məsələlərdən etməz. Fərubəmə yətəhaqqaqu fil əhəmmi min dəva'il istitar və məvani'il intişar mə la yətəhaqqaq fi qeyrihi. Səbəbi də budur ki, bəzən olur ki, həqiqətin üstünü örtürlər. Bəzən olur ki, həqiqətin insanlara yetişməsinə mane olurlar. Deməli, mümkün də həqiqətin yetişməsinə mane olsunlar və həmin həqiqət digər insanlara çatmasın və insanlar ondan xəbərsiz olsun.
Amma bütün bunlar onu göstərmir ki, həmin məsələlər artıq dinin zərurətindəndir. Sonra gör nə buyurur? Buyurur ki, "Na'am, la nudayiqu min kawniha 'inda ba'din min az-zaruriyat, kaman sabata 'indahu zalika bit-tawatur aw ash-shiya." Deyir ki, bəli, mümkündür. Bəzilərinin yanında bu zərurətdən olsun. Lakin bu demək deyil ki, bəzilərinə görə zərurətdən olubsa, demək hamıya görə zərurətdən olmalıdır. Deməli, bu bəzilərinin yanında sabit olubdur. Amma hamının yanında sabit olmayıb. Və bəzilərinin yanında sabit olması, şeyxin sözü budur, bəzilərinin yanında sabit olması nəticədə bunu dinin zərurətindən, dinin üsulundan qərar verməyə kifayət etmir. Niyə? Çünki əvvəldə tərifi verdik biz. Tərif nədir? Dinin üsulunun. Dinin üsulunun tərifi budur ki, gərək məsələ dəlilləri o qədər aydın olsun ki, hamı qəbul eləsin. Amma əgər bir məsələ ki, hamı qəbul eləməyib, deməli o dinin üsulundan və zərurətindən ola bilməz. Bu, Şeyx Ənsarinin rəyidir. Sonra yenə Şeyx Ənsari Fəraidul Usulda 1-ci cilddə səhifə 561-562-də bir dənə hədis nəql edir. Buyurur ki, "Və fi rivayəti Muhammed ibn Salim an Əbi Cəfər el-Mərviyyəti fil-Kafi." Kafidə Muhammed ibn Salimin Əbu Cəfərdən nəql elədiyi hədisdə İmam belə buyurur. "İnnəllah azza və cəl ba'sə Muhammedən və huve bi Məkkə 10 sinin." Buyurur ki, hədisdə İmam buyurur ki, Allah Teala peyğəmbərliyə, yəni Muhammed əleyhissalama peyğəmbərliyə göndərdi. Və o 10 il Məkkədə qaldı. فَلَمْ يَمُتْ بِمَكَّةَ فِي تِلْكَ الْعَشَرِ سِنِينَ أَحَدٌ يَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ إِلَّا أَدْخَلَهُ اللَّهُ الْجَنَّةَ بِإِقْرَارِهِ وَهُوَ إِيمَانُ التَّصْدِيقِ. Buyurur ki, həmin 10 il Məkkədə şəhadəteyni, yəni Allahın varlığını qəbul edib, Peyğəmbərin də nübüvvətinə şəhadət verib, bu şəhadəteyn, bu iki şəhadət üzrə ölən hər bir şəxsi Allah Teala cənnətə daxil edəcək. Fəinnəz-zahir, hədisdən sonra görün, Şeyx Ənsari nədir? Buyurur ki, fəinnəz-zahir, zahir olan budur ki, ənnə haqiqətəl iman, imanın həqiqəti, əlləti yaxrucul insanu bihə, ki insan həmin imanla xaric olur an haddil kufr, əl-mucib lil-xulud fin-nar, həmin iman vasitəsilə insan əbədi cəhənnəmdə qalmaqdan xaric olur. Ləm tətəğəyyər bə'də intişar şəriə, şəriət yayılandan sonra, genişlənəndən sonra dəyişmədi. Yəni Şeyx Ənsari nə demək istəyir? Demək istəyir ki, necə ki imam buyurdu ki, Məkkədə olan şəhadəteyni deyən, yəni Allahın təşriyinə və Peyğəmbərin nübüvvətinə şəhadət verən şəxslər, necə ki Allah onları cənnətə daxil edib və bu imanın həqiqətidir, özüdür. Buyurur ki, şəriət genişlənəndən sonra, yayılandan sonra, yəni Mədinə dövrü və ondan sonra bu dəyişmibdir. Necə var odur. Yəni imanın həqiqəti, İslamın həqiqəti həmin şəhadəteyndir. Sonra buyurun, "Na'am, zahara fi'ş-şəri'a umurun sara daruriyyət-s-subut minən-nəbi, fəyu'tabar fil-İslam adamu inkariha." Bəli, sonra buyurur ki, bəzi məsələlər üzə çıxdı ki, artıq onları qəbul etmək zəruridir. Məsələn, namaz kimi, oruc kimi. Namazı kim inkar eləsə, kafirdir. Orucu kim inkar eləsə, belə-belə kafirdir. Lakin həzə la yucibut-təğyir. Lakin bunlar, yəni sonradan çıxan məsələlər ki, onları qəbul etmək şərtdir, əsli imanın həqiqətini dəyişmədi. Yəni imanın həqiqəti şəhadəteyndir. Bəli, sonradan bəzi məsələlər çıxdı və o məsələlər artıq müsəlmanlar üçün aydın oldu. Artıq həmin məsələləri inkar etmək Peyğəmbərin inkarına səbəb olduğu üçün onlar da insanı küfrə aparır. Lakin əsas olan kök nədir, xım nədir? Şəhadəteyn. Yəni kim ki şəhadəteyni desə, Allahın təşriyinə, Peyğəmbərin nübüvvətinə şəhadət versə, o iman əhlidir.
فَإِنَّ الْمَقْصُودَ Yine şeyh buyurur. فَإِنَّ الْمَقْصُودَ أَنَّهُ لَمْ يُعْتَبَرْ فِي الْإِيمَانِ Yine burada teşarrir. Məqsəd budur ki, iman üçün əsas şərt nədir? Əziyyət ləm yu'tabar fil iman əziyyət minət təvhid və təsdiq bin nəbi sallallahu aleyhi və alihi və bi kevnihi rasulən sadiqən fīmə yübəlliğ. Deməli, iman üçün təvhid və Peyğəmbərin nübüvvəti ki, o Peyğəmbərdir və düz danışandır, bundan artıq əlavə şərt mövcud deyil. Yəni, iman üçün, İslam üçün, müsəlmançılıq üçün təvhid və Peyğəmbərin nübüvvətin təsdiqi kifayətdir. Gördüyünüz kimi Şeyx Ənsari də burada ancaq şəhadətiyinə işarə edir. Seyyid Xoy demişkən, məadı şərt bilmir. Deməli, burada üsul-din hansılardır? Şeyx Ənsariyə görə təvhid və nübüvvət. Və burada nə məadın adını çəkir, nə imamətin adını çəkir, nə ədalətin adını çəkir, nə də heç birinin. Bu, bizim alimlərimizə görə üsul-dinin tərifi və həmçinin üsul-dinin qismləridir. Ondan sonra Şeyx Ənsari yenə həmin kitabda Fəraidul Usulda bir neçə səhifə sonra bir dənə hədis nəql edir. Buyurur ki, Şeyxin Əl-Qeybə kitabından ki, İmam Sadiqdən nəql olunub həmin hədis, Şeyx özünü Əl-Qeybə kitabında bu hədisi nəql edir. Buyurur ki, İnnə cəmaətən, bir cəmaat, bir dəstə, yuqalu lehumul haqqiyyə, onlara haqqiyyə deyilirdi, adları haqqiyyə idi, bu kimi vəsf olunurlar. Və humullezine yuqsimuna bi haqqi Ali, Əliyə olan məhəbbətlərindən, sevgilərindən Əliyə and içərdilər, Əlinin haqqını and içərdilər. Və la ya'rifuna haqqahu və fadlahu, lakin nə Əlinin haqqından, nə də fəzilətindən xəbərləri yox idi. Yəni Əlinin haqqından, yəni imamətindən xəbərləri yox idi. Fəzlindən, fəzilətindən, yəni onu sahabələrin ən üstün olduğunu bilmirdilər. Xəbərləri yox idi. Və hum yədxulunəl cənnə, və onlar cənnətə daxil olacaqlar. Əgər imamət, əgər ədalət üsul-dindən olsaydı, o zaman bunlar necə cənnətə daxil olurdu? Həm mümkün biri desin, bunlar mümkün müstəzəf olsun. Müstəzəf, yəni onlar ki, haqqı batildən seçə bilmirlər. İlk öncə hədisdə bu qeyd yoxdur. Hardan bilir ki, bunlar müstəzəfdirlər? Bunu ispat etmək üçün dəlillə ehtiyac var. Bu bir. İkincisi, fərz edək ki, müstəzəfdirlər. Axı üsul-dində müstəzəf, qeyri-müstəzəf fərqi yoxdur. Müstəzəf də olsa kafirdir. Amma imam nə deyir? Onlar cənnətə girəcəklər. Əlinin imamətindən xəbərləri yoxdur, amma cənnətə girəcəklər. Əgər imamət üsul-dindən olsaydı, bunlar necə cənnətə girirlər? Bu, Şeyx Ənsarinin dəlilidir. Görürsünüz, Şeyx Ənsari etiqadı budur ki, əgər bir insan xəbəri olmasa, amma məhəbbəti olsa, düşmənçilik eləməsə və eyni zamanda şəhadətini də desə, mümkündür cənnətə getsin. Bir başqa hədis. Hədis yox, bir şərh, hədislərin şərhinə aid bir nümunə qeyd edəcəm. Şeyx Tusi, Şeyx Taifə, Şeyx Tusi, fəqihlərimizdən olan Şeyx Tusi, bu fəqih Tusidir, xacə Tusi deyil. Bu Şeyx Tusi, yəni fəqih Tusi. Şeyx Tusi Əl-Məbsud kitabının 7-ci cildində, səhifə 266-da, görün nə deyir? Buyurur ki, İzən qatatil harb beynə əhlil adli vəl-bəği. Əgər möminlərlə, yəni imamiyyə, şiə ilə, bəği, yəni imama qarşı çıxanlar arasında müharibə bitsə və ya ümumən, yəni haqlı tərəfdən haqsız tərəf, ümumən, haqlı tərəfdən haqsız tərəf arasında müharibə sona yetsə, İmmə bil-həzimə, ya məğlubiyyətlə, əv bi-ən adu ilə taatil imam və ya onlar imamın itaətinə geri döndülər. Yəni, tutalım xəvaric və ya cəməl əhli. Gəldilər, müharibə elədilər və sonradan imamın itaətinə geri döndülər. وَقَدْ كَانُوا أَخَذُوا الْأَمْوَالَ وَأَتْلَفُوا وَقُتِلُوا. Əgər onlar əvvəlcədən mal götürdülər, qarşı tərəfin malını haqsız yerə qəsb elədilər və onu itlaf, yəni məhv elədilər, istifadə elədilər, oradan getdi. فَقُتِلُوا və onlar da öldürdülər. Baxılacaq. فَكُلُّ مَنْ وَجَدَ عَيْنُ مَالِهِ عند غيره
və belə deyək, فَكُلُّ مَنْ وَجَدَ عَيْنَ مَالِهِ عَنْدَ غَيْرِهِ كَانَ أَحَقَّ بِهِ. Əgər bir insan öz malını başqasının yanında tapsa, o zaman onu götürməyə layiqdir. Sonra görün Şeyx Tusi nədir? Səvaun kənə min əhlil adli əv əhlil bəği. İstir bu haqq tərəfdən olsun, istir zalim tərəfdən olsun, haqsız tərəfdən olsun. Yəni əgər haqsız da gəlib malını başqasının yanında tapsa, onu artıq qənimət ünvanı ilə götürmək icazəli deyil. O haqsız tərəfdə də olsa, imama qarşı çıxan da olsa, gəlib haqqını götürməlidir. Heç kimin onun haqqını kəsb eləməyə səlahiyyəti yoxdur. Dəlil olaraq görün Şeyx Tusi nəyi nəql edir? Buyurur ki, limə ravahu, dəlili budur ki, hədis. İbn Abbas ənnən nəbi sallallahu aleyhi və aleyh qalə əl-muslimu əxul muslim, müsəlman müsəlmanın qardaşıdır. La yahillu dəmuhu və maluhu illə bi-tibin min nəfsihi. İllə bi-tibətin min nəfsihi. Müsəlman müsəlmanın qardaşıdır və malı öz razılığı olmadan başqa bir müsəlmana halal deyil. Deməli, Şeyx Tusi, Şeyxut Taifə Peyğəmbərdən nəql olunan bu hədisi ki, müsəlman müsəlmanın qardaşıdır, gətirdi buna kimə tətbiq elədi? İmama qarşı vuruşanlara. İmama qarşı vuruşanlara bunu tətbiq elədi ki, bunlar müsəlmandılar. Əgər imamət Üsuluddinlə olsaydı, o zaman olacaq kafir olardılar. Hətta bunlar nasibidirlər. İmama qarşı vuruşmağa gəliblər. Bəs necə olur ki, Şeyx Tusi neynir? Müsəlman müsəlmanın qardaşıdır hədisini gətirir bəği əhlinə, yəni imama qarşı vuruşanlara tətbiq edir. Deməli, şeyxin nəzəri budur ki, imamət Üsuluddinlə deyil. Və Üsuluddin üçün əvvəldə qeyd edildiyimiz 2 və ya 3 şərt kifayətdir. Tevhid, nübüvvət və məad. Bu Şeyx Tusinin rəyi. Və həmçinin bir başqa hədisdə nəql edir. Və ruyə ənə Aliyyən aleyhisselam ləmmə həzimən nəsu yevməl cəməl. Cəməl döyüşündə, Cəməl müharibəsində ki, qarşı tərəf məğlub oldu. Qalu ləhu, insanlar, ətrafındakılar, imama dedilər, yə əmirəl müminin. Ələ təxudə əmvaləhum. Ey əmirəl müminin, onların mallarını götürmürsən, onlar kafirdirlər. Gedək götürək mallarını qənimət olaraq. İmam nə dedi? Qalə lə. Dedi, yox. Ləənnəhum təharramu bi hurmətil İslam fələ yəhillə əmvaluhum fi daril hicrə. Onlar artıq İslamı qəbul etməklə, müsəlman olmaqla malları bizlərə haram oldu. Yəni, imam deyir ki, onlar müsəlmandılar. Gördüğünüz kimi, imamın özü onun haqqını tanımayan və onun haqqını qəsb edib ona qarşı vuruşanlara qarşı nə deyir? Deyir, onlar müsəlmandılar. Bəli, zahirdə müsəlmandılar, batildə kafirdirlər, o başqa məsələ. Biz burada Üsuluddinlə zahiri İslamla danışırıq. Biz bundan başqa bir şeydən danışmırıq ki. Biz Üsuluddin deyəndə, yəni zahiri müsəlmançılıqdan danışırıq. Nicat tapmağa qalsa, o başqa bəhsdir. Nicat tapmağın bəhsi tamam fərqli bir bəhsdir. Çünki nicat tapmaq qeydi xarici bir qeyddir, əlavə bir qeyddir. Mümkün deyil, imamətə inanan da qiyamətdə nicat tapmasın. Bəli, biri tevhidə də inanır, nübüvvətə də inanır, məada da inanır, imamətə də inanır. Amma nicat tapmır. Nəyə görə? Oğurluq eləyir, zina eləyir. İmamların həqiqi şiəsi olmur. Necə ki, imamlar bəzi şiələrini tənbih edirlər ki, siz bizim həqiqi şiələrimiz deyilsiniz, bizim şiələrimizdə filan əlamətlər olmalıdır. Deməli, nicat tapmağın Üsuluddinlə, Üsulü məzəblə əlaqəsi yoxdur. Nicat tapmaq qeydi məsələsi, mövzusu tamam fərqli məsələdir. Malı mala qatmağa ehtiyac yoxdur. Məsələləri bir-birinə qarışdırmağa ehtiyac yoxdur. Gərək məsələlərdən danışanda, mövzulardan danışanda dəqiq bir-birindən ayıraq. Əgər Üsuluddinlə danışırıqsa, Üsuluddinin şərti nədir? Amma əcnəbi əlavə bir qeyd gətirmək, məsələn, filan kəs qiyamətdə hansı məqamda olacaq, hansı dərəcədə olacaq, onun Üsuluddinə nə dəxli var? Onun nə əlaqəsi var? O, tamam fərqli bir məsələdir. Deməli, Şeyx Tusinin bu 2 hədisi nəql etməkdə məqsədi budur ki, əgər bir insan şəhadətini deyib, məada da inanırsa, hətta imaməti qəbul etməsə belə, hətta imama qarşı vuruşsa belə, o müsəlmandır zahirdə. Bizim bəhsimiz zahirdə İslamdır. Və həmçinin başqa bir nümunə
Əllamə Hillidən. Əllamə Hilli Kəşfül Muradda fi əhkamil muxalifin babında buyurur ki, və əmmə muxalifuhu fil imamə. Əli əleyhissalamın müxalifləri, yəni imamətdə müxalifləri, yəni onun imamətini qəbul etməyənlər. Buyurur ki, fəqad ixtələfə qavlu uləməinə fihim. Bizim alimlərimizin onlar barəsində fikirləri fərqlidir. Fəminhum mən həkəmə bi kufrihim. Bəzilər deyiblər ki, bəzi alimlərimiz, onlar kafirlər, yəni imaməti inkar etdikləri üçün kafirlər. Nəyə görə? Çünki dinin zərurətinə olan bir məsələni inkar ediblər. Və zəhəbə əxərun ilə ənəhum fəsəqa. Lakin bir dəstəyə görə isə onlar kafir deyirlər, onlar fasiqdilər. Və huvəl əqva və qəvi olan, güclü olan dəlil də Əllamə Hillidir. Qəvi olan, güclü olan dəlil də budur ki, onlar fasiqlər, yəni kafir deyirlər. Deməli, Əllamə Hilliyə görə də imamət Üsuluddin'dən deyil. Nəyə görə? Çünki əgər imamət Üsuluddin'dən olsaydı, gərək onlar kafir olardılar. Necə ki, bəzilər deyib. Amma Əllamə Hilliyə görə onlar Üsuluddin'dən deyil, imamət Üsuluddin'dən deyil. Ona görə müxaliflər, yəni imaməti qəbul etməyənlər, onlar fasiqdilər, kafir deyirlər. Bu da Əllamə Hillinin rəyi. Gördüyünüz kimi mən burada neçə dənə alimdən rəy gətirdim. Şeyx Tusidən rəy gətirdim. Əllamə Hillidən rəy gətirdim. Seyd Xoydan və Şeyx Ənsaridən rəy gətirdim. Təbii ki, bunları uzatmaq olardı, amma fikrimizə kifayət eləyir. Və həmçinin Üsuluddində tərifini qeyd elədim ki, Üsuluddin nəyə deyilir? Üsuluddin ona deyilir ki, o məsələyə deyilir ki, onun dəlilləri bütün alimlərin yanında aşkardır. Elə bir şəkildə aşkardır ki, artıq orada ixtilaf etmək mümkün deyil. Bu Üsuluddin. Üsuluddində dediyi 3 dənədir. Tohid, nübüvvət və məad. Və qeyd elədik ki, Seyd Xoyuya görə məad Seyd Xoyu özü əlavə eləyibdir. Və ondan əvvəlki fəqihlər hətta məadı da Üsuluddindən qəbul etməyiblər. Xoş, indi Üsuluddin nədir? Üsuluddin budur ki, bir insan bu məsələləri, Üsuluddinə aid məsələləri qəbul edirsə, deməli o müsəlmandır. Zahirdə müsəlmanlara aid hökm onun barəsində caridir. İndi burada başqa bir məsələ var ki, bir insan Üsuluddinə etiqad bəsləməsi ilə qiyamətdə nicat tapması hasıl olur. Yəni bir insan Üsuluddinə etiqad bəslədisə, deməli qiyamətdə də nicat tapacaq. Bu artıq ikinci bəhs, bu artıq növbəti bəhsdir. Bunları bir-birindən ayırmaq və ayrı-ayrı ünvanlarda bəhs eləmək lazımdır. Bu barədə mən bir dənə nümunə verim, bundan kifayətlənirəm. Yenə Əllamə Hilli həmin mövzuda fi əhkamul müxalifində buyurub ki, ثم اختلف هؤلاء على أقوال ثلاثة. Ondan sonra alimlər yenə ixtilaf ediblər ki, bunlar, yəni müxaliflər, imaməti qəbul etməyənlər, onların qiyamətdə halı nə olacaq? Yəni ikinci bəhsə gəldik artıq, növbəti bəhsə. Üsuluddin bəhsini bitirdik. Üsuluddinin mənası aydın oldu. İndi gəlik Üsuluddinə inanan, amma imamətə inanmayan bu şəxs qiyamətdə nicat tapacaq ya tapmayacaq? Əllamə Hilli buyurur ki, bunlar 3 dəstədir. Birinci dəstəyə görə, yəni 3 fərqli fikir var alimlər arasında, 3 fərqli fikir var. Birinci fikir budur ki, bir dəstə alimin fikri budur ki, ennəhum muxalladuna fin-nar لعدم استحقاقهم الجنة. Birinci dəstə alimlərin fikri budur ki, müxaliflərin hamısı cəhənnəmdədir. Çünki onlar cənnəti qazana bilməyiblər. İkinci dəstə alimlərin rəyinə görə qala ba'duhum innahum yaxrucun minan-nar və ya yuxracun minan-nar iləl-cənnə. İkinci dəstə alimlər iddia ediblər ki, bəli, onlar qiyamətdə nicat tapacaqlar, bir vaxt cəhənnəmdən çıxacaqlar, cənnətə daxil olacaqlar. Deməli, bir dəstə alimin rəyi budur ki, qiyamətdə də imamətə inanmayanlar mütləq bir vaxt nicat tapacaqlar. Yəni onlar cənnətə daxil olacaqlar. Və üçüncü dəstə alimlərin fikri budur ki, Mərtadahu İbn Nəvbəxt və cəmaətun min uləməinə innəhum yuxracuna minən-nar li'adamil kufril mucib lil-xulud. Nəvbəxti və digərlərinin rəyi budur ki, onlar cəhənnəmdən çıxacaqlar, cəhənnəmə daxil olmayacaqlar. Nəyə görə? Çünki əbədiyyən cəhənnəmdə qalmayacaqlar. Çünki onların etdikləri əməllər onları əbədiyyən cəhənnəmdə saxlamağa
kifayət eləmir, yəni zəruri eləmir bunu. Ona görə onlar sonradan cəhənnəmdən çıxacaqlar. Və la yədxulunəl cənnə və həmçinin də cənnətə daxil olmayacaqlar. Sanki cənnət və cəhənnəm arasında bir mövqedə olacaqlar. Deməli, ikinci bəhsimizdə, ikinci mövzumuzda ki, imamətə inanmayanlar nicat tapacaqlar ya tapmayacaqlar, bir dəstə alimin, Əllamə Hillinin qeyd elədiyinə görə bir dəstə alimin rəyi budur ki, bəli, onlar qiyamətdə nicat tapacaqlar, lakin bu şərtlə ki, bir müddətdən sonra əvvəl cəhənnəmə girəcəklər, ondan sonra cənnətə girəcəklər. Deməli, onlar qiyamətdə nicat tapacaqlar. Bu bizim Üsul-i-Dinə aid qısa məlumat verdik bu barədə. İndi isə bəzi iradları mən qeyd etmək istəyirəm. Baxın, belə bir iddia var ki, yəni imaməti Üsul-i-Dindən bilənlərin belə bir iddiaları var ki, imamət Üsul-i-Dindəndir, çünki bəzi dəlillər bizə səbəb verir ki, biz bu qənaətə gələk. Həmin dəlillər nədir? Mən bir ikisini qeyd edirəm. Birinci dəlil Səqələyn hədisidir. Yəni Səqələyn hədisinə əsasən deyiblər ki, imamət Üsul-i-Dindəndir. İndi gəlin görək bunlar Səqələyn hədisindən necə istifadə ediblər və necə dəlil gətiriblər. İddia budur. Səqələyn hədisi mütəvatir hədisdir. Bildiyiniz kimi Səqələyn hədisi mütəvatirdir. Bunda heç kimi şəkki yoxdur. Bu bir müqəddimə. İkinci müqəddimə, mütəvatir hədis bədihiyyatın bir qismidir. Və bədihi inkar etməsi qeyri-mümkündür. Yəni bədihi aksiyon deməkdir. Yəni onu inkar etmək qeyri-mümkündür. Deməli, imamət Üsul-i-Dindəndir. Nəyə görə? Çünki onu inkar eləmək qeyri-mümkündür. Gördüyünüz kimi qarışıq, qarışıq bir şey oldu. Mən indi bunu qısa açıqlayayım. Bu gördüyünüz kimi iddia idi. İndi isə iddianın cavabını mən qısa verim. Baxın, mütəvatir, birinci dedik Səqələyn mütəvatir hədisdir. Bunda heç kimin şəkki və şübhəsi yoxdur. Lakin gəlir növbəti müqəddimələrə. Mütəvatir bədihiyyatın bir qismindəndir. Bundan razıyıq. Lakin söhbət burasındadır ki, Səqələyn hədisində mütəvatir olan nədir? İnni tarikum fikumus Səqələyn Kitabullah və itrati əhl-i beyti. Mən sizin aranızda iki şey əmanət qoyuram. Allahın kitabı və mənim əhl-i beytim. Bunun özü hədis sənəd olaraq mütəvatirdir. Deməli, təvatür hara qayıtdı? Bunun sənədi nə? Çünki təvatür sənədə aid bir bəhsdir. Sənədə aid bir dəlildir. Lakin mənaya gəldikdə, təfsirə gəldikdə, açıqlamağa gəldikdə, görəsən alimlər arasında ki, qeyd elədik, Üsul-i-Dinin tərifində nə qeyd elədik? Gərək alimlər arasında ixtilaf olmasın. İndi görəsən, hədisin sənədi mütəvatir olduğu kimi, yəni hədisin sənədi bədihi olduğu kimi, hədisin mənası və açıqlaması da bədihidir. Yəni hamı bu hədisdən eyni mənanı başa düşür. Hamı bu hədisi oxuyanda ortaq qənaətə gəlir. Yoxsa alimlər bu hədisə baxanda fərqli məna istinbat ediblər, fərqli mənaları anlayıblar. Deməli, burada iki bəhs var, iki mövzu var. Bir, təvatür dedikdə, təvatür düzdür bədiyyatın bir qismidir, amma təvatür hədisin hansı hissəsinə aiddir? Bunları nəzər eləmək lazımdır. Təvatür hədisin sənəd hissəsinə aiddir, lakin bizim işimiz sənədlə deyil. Sənəddən əlavə bir də məna inadır. Yəni, bu ikisi də gərək aydın olsun ki, ondan sonra deyək ki, bu Üsul-i-Dindəndir. Ona qalsa. Quran-ı Kərim başdan ayağa qəti sudurdur, yəni mütəvatirdir. Yəni sənəd olaraq, Quran ayələri sənəd olaraq hamısı mütəvatirdir. Amma Quran ayələrinin təfsirində hamı eyni nəzər deyib. Yox, hətta şia alimlərin özləri. Məsələn, fəsəlu əhlə zikr, zikr əhlindən soruşun. Bəziləri bunu yalnız imama aid ediblər, imamlara. Bizim öz alimlərimiz, bəziləri imamlardan əlavə fəqihlərdən aid ediblər. İndi ayə özü sənəd olaraq mütəvatirdir. Bu o deməkdir ki, mənası da mütəvatirdir, mənası da aydındır. Yəni hamı gərək ayədən eyni nəticəni çıxarsın. Cavabıdır ki, xeyr. Bəziləri, məsələn hədisi yalnız imamlara aid ediblər.
Bəziləri fəqihlərə də aid ediblər. Deməli, hədisin sənədinin mütəvatir olması kifayət deyil. Gərək hədisin mənası da aydın olsun. Halbuki hədisin mənası aydın deyil. Hədisin mənası aydın olmadığı üçün üsul-dində qeyd etdiyimiz tərif buna şamil deyil. Deməli, bu hədis məna olaraq üsul-dinə aid edilə bilməz. Və hədisin sənədinin mütəvatir olması da kifayət deyil. Bayaq buna da aid bir misal verdim Quran-ı Kərimdən. Bu, bizim hədisdən olunan istifadəyə aid birinci iradımız. İkinci irad. Laf fərz edək ki, məna da aydındır. Yəni, hamı bu hədisə baxdı və eyni nəticəni çıxartdı. Lakin, bu özündə kifayətdir. Cavabıdır ki, xeyr. Nəyə görə? Çünki məntiq alimləri təvatür məntiqi bir bəhsidir. Bədihiyyat məntiqi bir bəhsidir. Və məntiq alimləri özləri qeyd ediblər ki, bəzən bədihi olan məsələnin özü də bir insan üçün aydın olmaya bilər. Dəlil Əllamə Müzəffər. Əllamə Müzəffər məntiq kitabında səhifə 23-də görün nə deyir? Buyurur ki, فَإِنَّ الشَّيْءَ bir şey qad yəkunu bədihiyyən özlüyündə bədihidir. وَلَكِنْ يَجْهَلُهُ الْإِنسَانُ لِفَقْدِ səbəbi təvəccühün nəfs. Lakin mümkün bir insan həmin bədihidən xəbərsiz olsun, diqqət eləməsin, mənanı düzgün dərk eləməsin və həmin bədihidən, həmin aksiyondan xəbərsiz olsun. Diqqət edin. فَلَا يَجِبُ أَنْ يَكُونَ الْإِنسَانُ عَالِمًا بِجَمِيعِ الْبَدِهِيَّاتِ. Vacib deyil ki, insan bütün bədihiyyata agah olsun, alim olsun, bütün bədihiyyatdan xəbəri olsun. وَلَا يَدُرُّ ذَلِكَ بِبَدَاهَةِ الْبَدِيهِ. Və həmin xəbərsizlik, agahsızlıq məsələnin özünün bədahətinə də, bədihi olmasına da zərər götürməz. Deməli, məsələ bədihidir. Əllamə Müzəffərin dediyinə görə məsələ bədihidir. Lakin mümkündür bir insan müəyyən səbəblərə görə o bədihidən agah olmur. Və lazım da deyil ki, hamı bütün bədihilərdən agah olsun. Və mümkündür bir bədihi bir insana görə bədihidir, digərinə görə bədihi deyil. Deməli, bir şey bədihi olması da özündə kifayət deyil. Mən bu məsələni o dərslərimizdə, məntiq dərslərimizdə qeyd eləmişəm 10 dəqiqəlıq. Ona görə bu kimi sadə, primitiv məsələlərdən xəbəri olmayanlara tövsiyəm odur ki, o yeni dərsə başlayanlar üçün ki, məntiq dərsini onlara qoymuşam, onlara müraciət eləsinlər ki, belə yəni kobud səhvə yol verməsinlər. Bu da aydın oldu. Ondan sonra əlbəttə mütəvatirdə başqa bir bəhslər var ki, mütəvatir Ərəstu məntiqinə görə nə ifadə edir? Şəhid Sədrin rəyinə görə nə ifadə edir? Çünki mütəvatir bədihiyyatdan deyib getmək olmaz. Bizim əqidədə yəqin şərtdir. Əl-yəqinu bil-mə'nəl əxas. Xüsusi mənada yəqin şərtdir. Çünki bunun bəhsi var məntiqdə. Ərəstuya görə, Aristotelə görə mütəvatir yəqin bil-mə'nəl əxas ifadə edir. Lakin Şəhid Sədrə görə ifadə etmir. Və Şəhid Sədir Aristoteldən fərqli olaraq mütəvatirin kökünü ehtimallar nəzəriyyəsinə bağlayır. Şəhid Sədir Aristotel kimi təvatürü səbəb-nəticə qanununa bağlamır, ehtimallar nəzəriyyəsinə bağlanır. Və Şəhid Sədrin nəzəriyyəsini qəbul etsək, o zaman təvatür yəqin bil-mə'nəl əxas ki, əqidədə şərtli onu ifadə etmir. Ona görə gərək biz hələ bunu bəhs eləyək ki, təvatür hansı qismdəndir? Kim deyib ki, təvatür Aristotelin dediyi şəkildə düzdür? Bəlkə Şəhid Sədrin dediyi şəkildə düzdür. Əgər Şəhid Sədrin dediyi düz çıxsa, o zaman təvatür əqidə üçün kifayət eləmir. Ona görə təvatür, budur, üstündən keçdi, getdi, qutardı, bitdi. Belə yüngül formada keçmək olmaz. Dəqiq olmaq lazımdır. Bu, Səqələyn hədisinə aid bizim birinci iradımız ki, Səqələyn hədisinə istifadə edib İmaməti Üsul-Dindən hesablamaq bu məntiqi cəhətdən doğru deyil. Sonra gəlir ikinci irada. Yəni ikinci dəlillərə, qarşı tərəfin ikinci dəlilinə və bizim olan iradımıza. Qarşı tərəf iddia edir ki, hədislər var, Əhl-i Beytdən nəql olunan. Məsələn, Buniyəl İsləmu alə xams. İslam 5 şey üzərində bina olub ki, bunlardan biri vilayətdir. Və ya məsələn, hər kim imamı tanımasa, cahiliyə dövründə ölən şəxs kimi ölər. Və ya məsələn,
Cəmi hədisi ki, mənim Əhl-i Beytin məsələsi sizin aranızda cəmiyə bənzir və s. Bu hədislər. Bu hədislərə isnadən iddia olunur ki, imamət Üsuluddindəndir. Çünki həmin hədislərə baxırıq, deyir ki, məsələn, mənim Əhl-i Beytin məsəli Nuhun gəmisinə bənzir. Təbii ki, Nuhun gəmisinə minməyənlər həlak oldu. Və ya əgər bir insan imamını tanımadan ölsə, cahiliyə dövründəki kimi ölər və s. Bu dəlillə bizim cavabımız nədir? Bu dəlillə cavabımız həmin Şeyx Ənsarinin az öncə verdiyi cavabdır. Şeyx Ənsari necə cavab verdi? Buyurdu ki, hədislərdən istifadə edərək və hədislərin məzmununda gələn o əhəmiyyətdən istifadə edərək imaməti zərurətdən, dinin zərurətinə qərar vermək bu düzgün deyil. Bəli, hədislər gəlib, imamətin əhəmiyyətindən, önəmindən danışıb, necə önəmli bir iş olduğunu deyib və onun üçün də müəyyən aqibətlər zikr eləyibdir. Lakin bütün bunlar öz yerində, amma məsələni dinin zərurətinə qərar vermək bu başqa məsələ. Şeyx Ənsari deyir ki, hədislər məzmun etibarından nə qədər də belə təhdid edici olsa belə, yenə də bunları dinin zərurətindən qərar vermək düzgün deyil. Nəyə görə? Çünki bu məzmunda olan başqa hədislər də var. Məsələn, Quran deyir ki, Qurandan başlayaq. Qiyamət günü biz cəhənnəm əhlinə sual verəcəyik. Siz cəhənnəmə nə daxil elədik? Yəni, siz niyə cəhənnəmə daxil oldunuz? Onlar deyəcəklər ki, ləm nəkum minəl musallin. Biz namaz qılmardıq. Biz namaz əhli deyildik. Və bildiyiniz kimi namaz qılmamaq, namazı inkar etmək özü fikri bir məsələ olsa da kökü nəyə qayıdır? Əqidəyə qayıdır. Yəni bir insan namaz qılmır və namazı inkar edir. Niyə? Çünki namaza etiqadı yoxdur. Namazın vacibliyinə etiqadı yoxdur. Və bu nəticədə Peyğəmbəri təkzibə səbəb olur. Deməli, təkzib etiqadla bağlıdır. Nəticəsi fikri olsa da, amma kökü hara qayıdır? Əqidəyə qayıdır. İndi əgər namaz qılmamaq, namaz qılmamaq cəhənnəmə düşməyə səbəb olursa, biz nəyə? Namazı da götürək, dinin üsulu. Hətta vasitə ilə olsa belə, vasitə ilə olsa belə. Yəni, vasitə ilə olsa nə deməkdir? Yəni, onu inkar etmək Peyğəmbəri inkara səbəb olsa. Vasitə ilə olsa belə. Götürək namazı inkarı üsulu dindən qərar verək. Və ya məsələn, həccə getməyən. Bir insan həccə getməyə, ölərkən ona nə deyərlər? Mut Yahudiyyən, o Nəsraniyyən. Ya Yahudi kimi öl, ya Nəsrani kimi öl. Gördüyünüz kimi dindən çıxır. Məhv olur, həlak olur. Nəyə? Həccə iman gətirməyi də. Götürək üsulu dindən eləyək. Bunlar hansı ifadələrdir, ağır şəkildə gəlir. Məsələn, önəmini göstərmək üçün bu kimi hədislərimiz çoxdur. Amma biz elə nəticəyə baxaq, əvvəlindən də xəbərsiz olaq, məsələlər arasındakı məntiqi bağ qurmadan, elə hər sonunda küfür gələn, həlak oldu gələn, kafir kimi gələni götürək, dinin üsulundan qərar verək. Bu, Şeyx Ənsariyə görə buyurur ki, düzgün deyil. Bu da ikinci irad və cavabımız. Üçüncü, qarşı tərəf iddia edir ki, Əl-yevmə əkməltu ləkum ayəsi Qədirxumda nazil olan ayədir. Həzrət Əlinin vilayəti və imaməti təbliğ olunandan sonra nazil olan ayədir. Demək, Allah Teala deyir ki, Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün mən sizin dininizi kamil oldum və sizə din olaraq İslam'a razı oldum. Deməli, əgər Allah bizə din olaraq İslam'a razıdırsa və bu da Əlinin vilayətindən mümkünsə, deməli, Əlinin vilayəti olmadan Allah bizdən yaşadığımız İslam'ı qəbul etməz və iman gətirdiyimiz İslam'dan razı qalmaz. Bu qarşı tərəfin iradıdır və ya istinad elədiyi dəlildir. Bizim dəlillə iradımız budur ki, ayəyə diqqət eləyin. Ayə nədir? Əl-yevmə əkməltu raditu. Mən sizə dininizi şamil edim və din olaraq İslam'a razı qaldım. Ayə razı qalınmış kamil dindən danışır. Biz razı qalınmış kamil dindən danışmırıq. Biz dinin əlifbasından danışırıq. Yəni dinə necə daxil olaq? Bir insan necə namaz qılsın, necə oruç tutsun? Bir insan necə İslam'a daxil olsun? Biz bundan danışırıq. Biz İslamın ilk pilləsindən danışırıq. Biz razı qalınmış dindən danışmırıq ki. Əgər razı qalınmış dindən danışsaq, razı qalınmış İslamdan danışsaq, o zaman nə çox şərtlər var. Bəyəm imamətə inananların hamısının dini razı qalınmış dindir. Bəyəm imamətə etiqad bəsləyənlərin İslamı hamısı razı qalınmış İslamdır. Deməli, söhbət burada razı qalmışlıqdan, razı qalmaqdan, kamillikdən getmir. Biz hələ usul din deyərkən dinin iç pilləsindən danışırıq. Necə İslam'a daxil oluruq,
Ondan danışırıq. Ona görə əzizlər, məsələləri bir-birinə qatmaq lazım deyil. İnsan gərək bu məsələlər arasında məntiqi bağ qura bilsin ki, mən nəyə dəlil gətirirəm? Mənim dəlil gətirdiyim şeylə isbat etmək istədiyim mövzu arasında məntiqi bağ var ya yox, gərək diqqətli olaq belə şeylərdə. Sonra bir başqa dəlil ki, qarşı tərəf iddia edir ki, imamət nübüvvətin imtidadıdır, yəni davamıdır. Əgər bir şey ki, nübüvvətin davamıdır, nübüvvət necə? Üsul dindəndir, demək imamət də üsul dindəndir. Cavabıdır ki, xeyr, biz bu dəlillə də razı deyilik. Niyə? Bizim bir dənə nəqzi iradımız var. Nəqzi irad nədir? Nəqzi irad budur ki, fəqihin də vilayəti imamətin imtidadıdır, davamıdır. Dəlil nədir? Dəlil budur ki, imam buyurub ki, inni cəaltuhu aleykum hakimə. Mən hökmlərimizdən xəbərdar olan şəxsi sizə hakim qərar verdim. Əgər bir şəxs həmin şəxsin hökmünü qəbul etməsə, Allaha şərik qoşmuş kimidir. Aha, gördüyünüz kimi, fəqihin də vilayəti istər müqəyyəd olsun, istər mütləq olsun, ondan işim yoxdur. Ümumilikdə danışırım mən. Hələ ümumi danışırım. Fəqihin də vilayəti nədir? İmamətin bir imtidadıdır. İmamət nübüvvətin necə davamıdır? Yəni, Peyğəmbərin əhkamını bizə çatdırır. Fəqihin vilayəti də bu mənada imamətin davamıdır. Yəni, imamların əhkamını bizə çatdırır. Ondan əlavə, Şeyx Fəyyaz Ulul Əmr ayəsini götürür, fəqihə də tətbiq edir. Əgər bu cür götürürsək, onda gərək Ulul Əmr ayəsinə görə əgər imamlar usulü dindən görə fəqihlər də usulü dindən olsun. Çünki Şeyx Fəyyaz, Ayətullah Əl-Uzma Şeyx Fəyyaz buyurur ki, Ulul Əmr ayəsi Qeybət-i Kubrada fəqihə aiddir və fəqihi də Vəliyyul Əmr olaraq vəsf edir. Deməli, bu da məntiqi bir dəlil deyil. Ondan sonra gəlir bir başqa dəlil, imamət nübüvvətdən üstündür. Bu da bir iddiadır ki, imamət nübüvvətdən üstündür. Necə ola bilər ki, nübüvvət üsulü dindən olsun, amma ondan üstün bir məqam olan imamət üsulü dindən olmasın? Cavab budur ki, imamət üsulü dindəndir. İmamət nübüvvətdən üstün məqamdır. Onda biz qəbul edirik burayı. Çünki Quran-ı Kərimdə Allah Teala Həzrəti İbrahimə buyurur ki, İnni cəaluka linnəsi imamə. Mən səni insanlar üçün imam təyin etdim. Və bu İbrahimə peyğəmbərlik verilən məqamdan sonra verildi. Deməli, imamət nübüvvətdən üstündür. Lakin biz ki deyirik imamət üsulü dindən deyə üsulü dindən deyil, biz İbrahimin imamətindən danışırıq, ümumi imamətdən danışırıq. Yoxsa 12 məsumun imamətindən danışırıq. Əgər ümumi imamətdən söhbət gedirsə, Quran-ı Kərimin dediyi imamətdən söhbət gedirsə, onu sünnilər də qəbul edir. Hamı qəbul edir ki, Allah Teala İbrahimə imamət verdi. Lakin bizim bəhsimiz ümumi şəkildə imamət deyil. Bizim bəhsimiz budur ki, bu İbrahimə verilən imamət 12 məsuma da verildi ya verilmədi. Söhbət buradadır, ixtilaf buradadır. Yoxsa hamı Quran ayəsi oxuyur və görür ki, İbrahimə Allah Teala imamət verildi. Onu hamı qəbul edir. Quranı qəbul edən hamı qəbul edir. Lakin bizim bəhsimiz imamət üsulü dindəndir deyəndə biz bunu nəzərdə tutmuruq ki, biz imamət üsulü dindən deyəndə 12 məsumun imaməti nəzərdə tuturuq. Dəlil də budur ki, əgər bir insan imaməti üsulü dindən belə, amma 12 məsumun imamətini qəbul etməyə, onun əqidəsi qəbul deyil. Deməli, bizim bəhsimiz, əsas bəhsimiz 12 məsumun imamətindəndir. Ona görə imamət özlüyündə nübüvvətdən üstündür və üstün deyil, bunun əlaqəsi yoxdur, rəbti yoxdur. Bu başqa bəhsdir, tamam başqa fərqli bir mövzudur. Bu bir. İkincisi, imamət bizə görə, imamət məqamı, Quran-ı Kərimin dediyi İbrahimə verilən imamət məqamı bizə görə peyğəmbərlikdən və nübüvvətdən üstündür. Amma qarşı tərəf bunu qəbul etmir və qarşı tərəfə görə bu imamət bir vəzifə idi və peyğəmbərlikdən də üstün deyil. Deməli, ixtilaf oldu və ixtilaf olduğu üçün üsul dinin tərifi buna keçərli deyil və deməli imamət üsul dindən ola bilməz. Bu qısa bu barədə danışdım. Əlbəttə uzun danışmaq olar, lakin hesab edirəm bu qədər kifayətdir. Həm verilən tərifi qeyd elədik, həm də bu barədə iradları burada qeyd elədim və onların cavablarını verdim. Onunla əlavə bir məsələyə toxunum. Mən bir çıxışında demişdim ki, imamət ictihadi məsələdir, ictihadi bir mövzudur. Bəzilər bilmirəm qəsdən ya anlamadan belirlədilər ki, güya mən deyirəm imamət Firudindəndir. Xeyr əzizim, imamət Firuddindən deyil, imamət əqidə məsələsidir.
Əqidə məsələsi Firudindən ola bilməz. İmamət Üsuluddindəndir. Üzr istəyirəm, əqidə məsələsidir. Lakin imaməti nəyə görə dedim Üsuludindən ola bilməz? Nəyə görə dedim ictihadidir? Baxın burada əxbarilərdən, Astrabaddan və Şeyx Subhandan verdiyim tərifə əsasən. Öz yanımdan deməmişəm. O tərifi göz önünə almışam. O tərifə nəzər yetirmişəm. Görmüşəm ki, imamət bu tərifimə uyğun deyil. Çünki imamət Üsuluddinin tərifi nə idi? Üsuluddin tərifi budur ki, gərək dəlillər o qədər aşkar olsun ki, hamı qəbulləsin. Və necə ki, nümunələrini də qeyd elədim. Gördüm ki, bu tərif bundan uyumur. Ona görə dedim ki, imamət ictihadidir. İctihadi niyə dedim ictihadi? Yəni kim nə istəyir o desin? Bu da yox. İctihadi budur ki, yəni məqsədim ictihadi deməkdən məqsədim buydu ki, burada artıq fərqli fikirlər var. Hamı eyni sözü deyə bilmir. Hamı eyni şəkildə qənaətə gələ bilmir. Fərqli qənaətlər var. İctihadi deməkdən məqsədim budur. Ona görə bu şeyləri öz anladığınız kimi deyil. Mən anladığım kimi, mən demək istədiyim kimi anlayın lütfən. İctihadi, yəni dəlillər hamı üçün aydın deyil. Amma əhəmiyyətinə qalanda şübhəsiz imamətin əhəmiyyəti müqayisə olunmaz dərəcədir. Yəni imamətə inananla imamətə inanmayanı müqayisə eləmək, eyni tərəzinin gözünə qoymaq bu qeyri-mümkündür. İmamət dinin ruhudur. İmamət İslamın ruhudur. Həqiqətən insan imamətin cizgisi ilə addımlasa, o İslamı həqiqi şəkildə dərk edər. Bunlar hamısı öz yerində, bunları inkar edən yoxdur. Lakin elmi məsələyə gələndə, tərifə gələndə, müəyyən meyarlara gələndə gərək onlara riayət edək. Üsuluddinə necə alimlər tərif veriblər, gərək ona riayət edək. Alimlər buyururlar ki, Üsuluddin, yəni dəlilləri gərək hamı üçün aydın olsun. Biz də baxırıq ki, bəli, imamət əhəmiyyətlidir, lakin dəlilləri hamı üçün aydın olmadığı üçün buna biz deyirik. Üsuluddindən deyil, üsul məzhəbdəndir və ictihadi məsələdir. İctihadi bu mənada ki, dəlilləri hamı üçün aydın deyil, ona görə fərqli fikirlər sərgilənir. Bu, mənim alimlərin, fəqihlərin dəlillərindən və sərgilədiyi fikirlərdən anladığım məsələ idi ki, Üsuluddinin tərifi nədir? Usul məzhəbinin tərifi nədir? Üsuluddinin hansı qismləri var və Firuddinin hansı qismləri var? Hesab edirəm bu qədər kifayətdir. Dinin üsulu nə deməkdir? Dinin məzhəbi nə deməkdir? Bu arada qanun edici kifayət qədər məlumat verdim və bunlar mənim təqdim etdiyim dəlillərdir. Kim qəbul eləyər, Allah razı olsun. Kim qəbul eləməz, ondan da Allah razı olsun. Bu mənim anladığımdır. Və mən anladığımı deyirəm. Mənim üçün sabit olanı deyirəm. Və eyni halda və eyni zamanda qarşı tərəfin də fikirlərinə hörmət edirəm. Yəni mən bu şəkildə anlamışam, bunu təqdim edirəm. Qarşı tərəfdə ucranlayıb onu təqdim edir. Allah ondan da razı olsun. Amma bir şey var. O da budur ki, elm əhli, tələbə, elm əhli olduğunu iddia edən şəxs hansı bir məsələdə söhbət apararkən gərək dəlilləri təqdim eləsin və dəlilləri təqdim etməklə kifayətlənsin. Ondan o tərəfə şov göstərməyə ehtiyac yoxdur. Yəni, ünvanlar, müəyyən ünvanlar, fərqli ünvanlar, qara yaxmalar, şantaj eləmələr, cahillər, filanlar, münhəriflər, yolunu azmışlar, nəm, cəhənnəm əhli filan, belə ünvanlara ehtiyac yoxdur. Çünki bu ünvanlar, bu kimi, yəni o siyasətçilərin danışdığı kimi, xətiblərin danışdığı kimi bu şəkildə danışmaq elmi mətləbə zərər gətirir, xələl gətirir. Bu cür əlavə təsirlərdən istifadə edib nə isə qarşı tərəfə ispat etməyə çalışmaq, bu elmi mətləbə, elmi üsluba xələl gətirir. Dəlilin nədir, onu qeyd elə. Kim qəbul edər, qəbul edər, kim qəbul eləməz, qəbul eləməz. Və qiyamətdə də Allah onların hesabını özü biləcək, özü çəkəcək. Amma bəzilər kimi təkfirçi üslubdan istifadə eləmək, inhisarçı üslubdan istifadə eləmək, mən necə düşünürəm, sən də elə düşün, mənim kimi düşünmək olmazım, münhərifdir, filan falan. Bu şeylər elmi üslub deyil. Buna görə mən həmişə bunu deyirəm və deməyə də davam edəcəm. Elmi müzakirələr quru olmalıdır. Orada psixolojik amillərdən istifadə olunmamalıdır. Psixolojik baskılardan istifadə olunmamalıdır. Fərqli ifadələrin, ünvanlarından istifadə olunmamalıdır. Fikirlərimizi açıq-aşkar deməliyik. Kim qəbul eləyər, qəbul eləyər. Kim qəbul eləməz, qəbul eləməz. Bu mənim şəxsi fikrimdir.
Bu mənim şəxsi anladıqlarımdır və şəxsi anladıqlarımı, başa düşdüklərimi sizlərlə bölüşdüm. Allah'a əmanət olun. Assalamu aleykum və rahmetullahi və barakatuh.